Allahın bəyəndiyi hiylə. Şəhid Nasir Kazimi. Əgər yaxşılıq etsəniz, özünüzə etmiş olarsınız. Əgər pislik etsəniz, o da öz əleyhinizə olar. Zərəri özünüzə dəyər. İsra surəsi ayə 7. Ramazan kuboku futbol yarışmaları idi. Sinif yoldaşlarımla bir komanda qurub iştirak etdik. Məşqçimiz olmadığı üçün mən uşaqların işi ciddi tutması və çempion olmağımız üçün çox çabalayırdım. Amma sanki heç kimin vecinə deyildi. Mənim bu əsəb həyəcanım bir yana, Sadiqin hərəkətləri də bir yana. Gərgin bir oyunun ortasında meydandan çıxdı və yerini Rızaya verdi. Nə qədər qışqırdım ki, a kişi, bu oyun oynamağı bacarmır, qol buraxacaq, özün meydanda qal. Amma sözümə qulaq asmadı. Deyirdi. Rıza da bizim komandanın üzvüdür və o da oynamalıdır. Xülasə, mən bir əziyyətlə oyunları udub finala yüksəldik. Final oyunu başlamazdan əvvəl uşaqlar meydana çıxmağa hazırlaşırdılar. Üzümü hamıya tutub dedim. Yarışlar başlayandan bəri nə demişəmsə qulaq asmamısınız. Oyunlara da tək başına bir təhər yola vermişəm. Heç olmasa bu oyunu ciddi tutun ki, çempion olaq. Bunu deyən kimi uşaqlardan biri kinayə ilə gülümsəyib dedi. Hə, sən tək başına yola vermirsən. Deməli biz orada dekorasiya imişik. Hirslənib dedim. Bəs nə, sən yola vermirsən? Bir dənə sadə pası da düz əməlli verə bilmirsən. Dili bəzən tutulan əmir dostunu müdafiə etdi. Düzgün danış. Mən də ələ salaraq dedim. Sən kəs səsini. Birdən Sadiq narazı halda ayağa qalxıb dedi. Bəsdir Mehirdad, heç kim dostları ilə belə danışmaz. Yığışdırın bu sözləri. Dost, məni cana doydurmusunuz. Oyunun başlanğıcı. Oyun başladı. Bütün gücümü qoymağa çalışırdım. Amma dostlarım əvvəlki oyunlardakı enerjinin heç yarısını da sərf etmirdilər. Mən dan daha çox əsəbləşirdim və dilimə sahib çıxa bilmirdim. Nə qədər qışqırıb pas istəsəm də mənə pas vermirdilər. İki qolu buraxanda onların üstünə bağırdım. Sizə nə olub? Niyə belə oynayırsınız? Sonra Hüseynin sinəsindən itələyib dedim. Sən niyə pas vermirsən? Amma Hüseyin sadəcə başını aşağı saldı. Heç nə demədi. Nəticədə o oyunda 3 qol buraxaraq uduzduq. Komandamıza verilən yeganə mükafat isə əxlaq mükafatı oldu. Sadiqi seçib ona bir idman ayaqqabısı verdilər. Yarışdan sonraki gün. Məğlubiyyətimizi xatırlayanda kədərlənirdim. Amma artıq dünənki o hirs hiddətdən əsər əlamət yox idi. O gün günorta növbəsi idi. Nahar edib məktəbə yollandım. Yolda Hüseyni gördüm. Amma nə qədər səslədimsə cavab vermədi. Sadəcə başını aşağı salıb keçib getdi. Sinifdə də komanda yoldaşımız olan uşaqların hamısı mənə qarşı soyuq davranırdı. Sadiq isə deyəsən xəstələndiyi üçün gəlməmişdi. Çox narahat oldum, amma dərslər bitənə qədər dözdüm. Tənəffüs vaxtı. Uşaqların üstünə hücum çəkib dedim. Sizə nə olub bugün? Hamınız mənə niyə üz çevirmisiniz? Hüseyin dedi. Uşaqları bilmirəm, amma mənim səninlə dostluğum dünənki oyundan əvvəl bitdi. Əmir də dedi. Mənim də həmçinin. Başqalarının rəftarından da bəlli idi ki, daha mənimlə dostluq etmək istəmirlər. Rıza isə əlini çiynimə qoyub dedi. Mehirdad, bir əlvida deyib bizi sevindirsən daha yaxşı olar. Və hamısı güldülər. Dünyam başıma yıxıldı. Getdim bir küncdə gizləni bağladım ki, kimsə görməsin. Biz illərin dostu idik. Artıq onların arasında ola bilməyəcəyimi düşünmək məni dəli edirdi. Ağlıma gələn yeganə yol Sadiqi araya salmaq oldu. Çünki uşaqlar onu sevirdilər. Təkcə yaxın dostları deyil. Cəsarətlə deyə bilərəm ki, məktəbin bütün şagirdləri, müəllimlər və məhəllə sakinləri Sadiqi əxlaqına görə çox istəyirdilər. Mənim də hərdən onunla mübahisə etməyimə səbəb elə bu diqqətə qarşı olan paxıllığım idi. Dərsdən sonra düz onlara getdim. Anası qızarmış gözlərimdən və pərişan halımdan nəsə baş verdiyini anladı. Sadiq biraz nasazdı balam, amma icazə ver soruşum, bəlkə otağında bir neçə dəqiqə danışa bildiniz. Bir neçə dəqiqə qapıda gözlədikdən sonra Hacı xanım qayıdıb məni Sadiqin otağına apardı. Salam Sadiq.
Salam dostum, bağışla biraz halsızam, qapıya çıxa bilmədim. Axşam vaxtı xeyir ola. Uşaqların mənə etinasızlığını ona danışdım. Sadiq diqqətlə qulaq asdı. Sonra bu hadisəyə çox üzülmüş kimi başını qaldırıb dedi. Təqsir özündədir Mehirdad. Bir kubok o qədər dəyərli deyildi ki, dostlarınla elə davranasan. Birinci oyundan bəri uşaqlara acı sözlər dedin, sərtlik etdin. Dünən isə lap ağ elədin. Pislik edən pislik də görər Mehirdad. Ona görə də Allah buyurur. Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız. Yox, əgər pislik etsəniz, onu da özünüzə etmiş olarsınız. Rəftarın özünə qayıdım qardaşım. Əlbəttə, mən dostluğun bitməsinin tərəfdarı deyiləm. Amma hamımız bilməliyik ki, pisliyin ziyanı özümüzə dəyir. İndi isə qüssə çəkmə, özüm düzəldərəm. Amma söz verməlisən ki, bir də belə hərəkətlər etməyəcəksən. Bir etiraf edim, sənə çox paxıllığım tutur, Sadiq. Sən nə etmirsən ki, hamı səni belə çox istəyir? Sadiq gülümsəyib dedi, köçürmə etmişəm, amma o imtihandakı haram köçürmələrdən yox ha. Allah bəyənən köçürmə etmişəm. Necə yəni? Yəni mənim şəhid dostum var, qardaşım. Onun davranışlarına baxıb köçürmüşəm. O nə edibsə, mən də onu etməyə çalışmışam. Sonra ayağa qalxıb kitab rəfindən Şəhid Nasir Kazimi haqqında olan kitabı gətirdi. Bax, bu mənim şəhid dostumdur. Yadındadır, bir oyunda 20 Rızaya verdim. Sən də hirsləndin. Onu Ağa Nasirdən öyrənmişdim. Dostu deyir. Uşaqlıqda hərəmiz bir komandada oynayırdıq. Bir uşaq var idi, oyunu zəif olduğu üçün uşaqlar onu meydana buraxmırdılar. Bir gün Nasir bunu gördü və özü meydandan çıxdı ki, o yazıq da oynaya bilsin. Başqaları etiraz edəndə Nasir dedi ki, o da komandamızın oyuncusudur və oynamalıdır. Sadiq kitabın üz qabağındakı şəhidin şəklinə zillənərək sözünə davam etdi. Hətta dünən əmirin kəkələməsini məsxərəyə qoyduğun üçün sənə etdiyim xəbərdarlığı da Ağa Nasirdən öyrənmişdim. Deyirdilər ki, uşaqlar dili tutulan bir dostları ilə zarafat edirdilər. Bu uşaq da Ağa Nasirə gilə etdi. Nasir ona dedi, uşaqlar səni çox istəyirlər, pis niyyətləri yoxdur. Sonra isə gəlib uşaqlara dedi, hərəkətiniz çox çirkindir, dostumuzun qəlbinə dəyməməliyik. Xülasə, min bir dəlillə uşaqları razı saldı ki, o dostlarına əl salmasınlar. İndi bir səhv etmişik, hər dəqiqə gözümüzə vurmalısan, Sadiq bəy. Yox, məqsədim o deyil. Sadəcə demək istəyirəm ki, mən bu gözəl rəftarı Şəhid Kazimdən öyrənmişəm. Gülüb dedim, səni tanıyıram da, zarafat edirdim. Sadiq davam etdi. Hələ mənim Ağa Nasirəyə bənzəməyim üçün çox yolum var. Deyirlər ki, bir yarışda uşaqlardan birinin uyğun ayaqqabısı yox imiş. Nasir öz idman ayaqqabısını çıxardıb ona verir. Amma ayaqqabı uşağa böyük gəlir. Nasir gedib ona dabanlıq alır ki, ayağına düz gəlsin. Ona dedim, Ağa Nasir, bəs sən özün nə geyinəcəksən? Dedi, Allah kərimdir. Sonra gedib o uşağın cırıq ayaqqabılarını geyindi. O gün o köhnə, cırıq və dar ayaqqabıları onu çox incitmişdi. Hətta oyundan sonra ayaqları bir neçə yerdən yara olmuşdu. Amma səsini də çıxarmadı. Növbəti gün. Sadiq bir təhər bizi barışdırdı və mən əvvəlkindən daha çox ona heyran oldum. Xüsusən də öyrənəndə ki, əxlaq mükafatı alaraq aldığı o ayaqqabıları gedib bir kasıba verib. Bunu da Şəhid Kazimidən öyrənmişdi. Çünki sonra bir yerdə oxudum ki, məhəllə yarışlarında Ağa Nasir ən əxlaqlı oyuncu seçilir və ona bir idman kostyumu verirlər. Amma heç kim onun o paltarı geyindiyini görmür. Bir dəfə soruşurlar, niyə geyinmirsən? Cavab vermir. Bir müddət sonra bəlli olur ki, o paltarı məktəbdəki kasıb uşaqlardan birinə bağışlayıbmış. Sadiq də Şəhid Nasir Kazimi kimi yaxşılıq etmişdi və Quranın dediyi kimi etdiyi yaxşılıqların bəhrəsini biçirdi. Bu qədər sadə.